özünü məğlub eləyən ordu eşitmişsiniz. Bu hadisə 1788-ci ilin 17 sentyabrında Rumıniyanın Karasimbaş şəhəri yaxınlığında olmuşdur. Deməli, 1787-ci ildə Rus ordusu Osmanlıya qarşı fəaliyyətə keçir və Ruslar Osmanlıya müharibə elan edirlər. Aydındır ki, Rusiyanın müttəfiqi kimi Avstriya da Osmanlıya qarşı müharibəyə qoşulur. Və 1787-ci ilin sonunda Avstriya İmperatoru 2. Yosif böyük bir 100 minlik ordu ilə səfərə çıxır. Amma ordunun problemli tərəfi ondan ibarət idi ki, o müxtəlif millətlərdən ibarət idi və çoxu da heç bir-birini başa düşmürdülər. Hətta bəziləri arasında, xüsusilə də Mazarlarla Xorvatlar arasında böyük anlaşılmazlıq və ziddiyyət var idi. Nəysə, ordu yürüşə davam edir və Karasimbaş şəhəri yaxınlığında Timiş çayı ərazisində Xorvatları Osmanlılara qarşı kəşfiyyata göndərirlər. Xorvat atlıları da çayı keçərək kəşfiyyata gəlir, Osmanlı əsgərlərini tapırlar, amma əvəzində köçəri qaraçıları tapırlar və onların qaymaq rakısı deyilən spirtli içkisini içirlər ki, canları çayı keçəndən sonra qızınsın. Aydındır ki, bundan sonra çaya Mazar piyadaları keçir və onlar da rakıya qonaq olmaq istəyirlər. Lakin Xorvatların Mazarlardan zəhləsi getdiyi üçün onlara rakını vermirlər və bu böyük bir davadalaşa səbəb olur. Axırda güllə atmaq momenti gələndə panikaya düşən Xorvat tüşlər deyə qışqırır ki, dalaşanlar ayrılsınlar. Lakin bu hər iki tərəfdə talaşa səbəb olur və onlar bir-birlərinə qoşularaq keçdikləri çaya doğru kütləvi şəkildə hərəkət edirlər. Çayın o biri tərəfində düşərgə salan Avstriya ordusunun əsgərləri isə bunu Osmanlılar zənn edir və çayı keçənlərə atəş açırlar. Nəticədə ordu bir-birini qırası olur və böyük bir panika halında geriyə qaçır. 19 sentyabrda Karasimbaş ərazisinə gələn Osmanlı dəstələri Avstriya ordusunun əvəzinə dağılmış bir düşərgəni görürlər.